Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində, deməli, Məsəti qəsəbəsində, eyni zamanda Seviş qəsəbəsində 4 sot torpaqda, bax, belə bir daşınmaz əmlak satılır. Belə bir sözünü ona görə dedim ki, hal-hazırda mən burada indi sizə göstərəcəm. Çünki otaqların da sayı çoxdur. Eyni zamanda yarım tikili də var. Ona görə bir balaca konkretini sizə deyə bilmirəm. Hal-hazırda deməli birinci mərtəbəndə olan yerləşən, mənə elə gəlir ki, bu mətbəx deyil, otaqdır. Bax bu cürdür. İndi isə ikinci mərtəbəyə çıxıram. 4 sot torpaqda yerləşir. Bax bu həyət evinin yerləşdiyi yer deməli 27.05-in Kuruğundan Paştovoy getdikdə yolun sağ hissəsində balıq restoranı yerləşir. Həmin balıq restoranından bu həyət evinə qədər olan məsafə maksimum 400 metrdir. Yəni 200 metr 400 metrdir. Hal-hazırda ikinci mərtəbədə yerləşən otaqlardan birini görürsünüz. Qiyməti 85.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə deməli ikinci otaqdır. İkinci mərtəbədə yerləşir. İkinci mərtəbədə eyni zamanda mansar var. Mansar var ikinci mərtəbənin. Bax bu cürdür. Yenidən həmin mansarı mən sizə göstərirəm. Bax bura deməli ikinci mərtəbədir. İkinci mərtəbədə eyni zamanda bax deməli qarşıda görürsünüz. Bu kombi sistemidir. Burası ikinci mərtəbənin hamamıdır. Bax bu cürdür. Yeri həqiqətən yaxşı yerdədir. O mənada ki, yəni balıq restoranından yanından keçən mərkəz yoldan, yəni